Uşaq pulu mövzusu çox böyük gündəmə çevrildi Azərbaycanda. Mən son videoların birində Mirşahin Ağayevin bu haqda danışığı və deputat Günay Ağamalının bu haqda çıxışı haqqında, verdiyi müsahibə haqqında danışmışdım. Tənqidi yöndə təbii ki danışmışdım. Və daha sonra isə bir Səidə Bəkirqızı adlı jurnalistin bu haqda çıxışını və doğrudur, daha çox Səidə Bəkirqızının çıxışı uşaq puluya qarşı deyildi, amma uşaq pulu tələb edən, onu istəyən, o haqda danışan kişilərə qarşı idi və Səidə Bəkirqızı bildirirdi ki, yəni onun çıxışının məzmunu bundan ibarət idi ki, kişi uşaq pulu istəməz. Uşaq pulu istəyən arvad olmalıdır, qadın olmalıdır, ana olmalıdır. Bu nə qədər məntiqlidir? Bunu mən izləyicilərə buraxmaq istəyirəm. Ümumiyyətlə, niyə Azərbaycanda uşaq pulu istəyənlər Mirşahin Ağayevin, Günay Ağamalının və həm də elə həmçinin də Səidə Bəkirqızı kimi jurnalistlərin dilindən az qala təhqir edilir? Mirşahin Ağayev ailələrə gecə yatmazdan öncə apteka getməyi deyəndə nəyə nəzərdə tutduğunu mən düşünürəm ki, bizim hər birimiz başa düşürük. Günay Ağamalının uşaq pulu veriləcəksə kişilər tənbəlləşəcək, kişilər işləməyəcək, bütün gün evdə oturacaq kimi absurd fikirlərin altında nə yatır və sonda da Səidə Bəkirqızının uşaq pulunu kişi tələb etməməlidir, ayıbdır falan filan kimi çıxışı. İnsanları aşağılayırlar, uşaq pulunu istəyənləri aşağılayırlar. Hansı ki, uşaq pulu bu vətəndaşların haqqıdır. Əgər dövlət uşaqları onlar böyüyəndə, yetkinlik yaşına çatanda, müstəqil vətəndaş yaşına çatanda, yəni 18 yaşına çatanda əsgər apara bilirsə bu dövlətin keşiyində durmaq üçün, bu dövləti qorumaq üçün və bizim minlərlə şəhidi olan bir ölkəyik. Bu o deməkdir ki, minlərlə insan, minlərlə gənc övladı ana, ata yetişdirib dövləti qorumağa göndərib və o orada şəhid olub. Amma bu uşaqların böyük bir qismi isə dövlət uşaq pulu vermir. Bəlkə də heç birinə uşaq pulu vermir. Bu nə qədər doğrudur? Biz hələ uşaq pulunu sosial müavinət kimi nəzərdə tutmazdan digər bir tərəfi. Azərbaycanda artıq son illərdə demoqrafik problem var. Bizdə ümumiyyətlə evlənənlərin sayı nisbəti artıq boşananların nisbətindən daha aşağıdır. Bu çox böyük təhlükədir. Bu çox böyük gələcəkdə bizim insan resursları ilə bağlı krizə gətirib çıxaracaq bizim ölkəmizdə. Çünki ən böyük yatırım insana olmalıdır. İqtisadiyyatda ən böyük güc insan amilidir. Əgər sənin vətəndaşın yoxdursa, sənin insanın yoxdursa, sənin iqtisadiyyatın inkişaf edə bilməz. Neftdən asılıdır iqtisadiyyat, amma ən böyük amil insan amilidir. Yəni ən böyük amil insan kapitalıdır. Bizim ölkəmizdə son illər doğum sayı ildən ilə azala gedir. Nəyə görə doğum sayı ildən ilə azala gedir? Bunun bir neçə səbəbi var və səbəblərdən biri də təbii ki, iqtisadi səbəbdir. Səbəblərdən daha biri və daha bərbad olanı isə insanların Azərbaycan dövlətinin gələcəyinə inamının olmamasının göstəricisidir. İnsanlar uşaq doğmaq istəmir. Çünki insanlar bu ölkənin gələcəyinə inanmır. Böyük bir ümidsizlik var bugün Azərbaycan gəncliyində. Böyük bir sosial kriz var. Boşanmaların sayı buna görə artır. Evlənənlərin sayı buna görə azalır ildən ilə. Öyle hər birimiz az qala ətrafımızda və yaxud da ki, olduğumuz bölgələrin birində hansısa bir restoranın, yəni şadlıq sarayının, toy məclislərinin keçirdiyi restoranın az qala sonradan yas evinə döndüyünün biz şahidi ola bilərik. Artıq Azərbaycanda toy üçün tikilən evlər mərasim evlərinə dönür. Ona görə ki, artıq toy edənlərin sayı azdır və xüsusilə də bu 2020-ci ildən sonraki dövlət təsadüf etdi. Təbii ki, burada bizim Vətən müharibəsində şəhid olan 18-25 yaş arası, 18-30 yaş arası insanların da, subay insanların da bu rəqəmə bir növ təsiri var. Çünki bizim elə minlərlə şəhidimizin böyük bir qismi daha çox elə 18-30 yaş arası olan gənclər idi ki, onların da potensial biz hələ evlənmədiyi rəqəmləri çıxarsaq, təbii ki, bunun da bu statistikaya bir qədər təsiri olur, amma daha böyük təsir koronavirus pandemiyasından sonra gəldi Azərbaycana. Toyların sayının azalması, insanların evlənməyə marağının azalması və böyük bir iqtisadi çöküş. Azərbaycan əhalisinin rifahı yerində deyil. Və bütün bunların fonunda
Bugün Azərbaycanda Mirşahin Ağayev kimi az qala bütün ölkənin tanıdığı, Səidə Bəkirqızı kimi az qala bütün gün efirlərdə olan həm YouTube kanallarında, həm televiziyada və Günay Ağamalı atasının varisi hesab edilən deputat Günay Ağamalı, o da çıxıb uşaq pulu istəyənləri aşağılayırlar, ələ salırlar, hətta təhqir edirlər. Doğrudur, Səidə Bəkirqızı sonradan bir təksib xarakterli bir video yaydı, bildirdi ki, mən ona nəzərdə tutmamışam, mənim videomu kəsiblər, sonra birləşdiriblər, mən həmin o videoları da izlədim. Amma bu yenə də ümumi mərama təsir etmir. Həmin insanların ümumi məramı Azərbaycan hakimiyyətinin, bu iqtidarın Yeni Azərbaycan Partiyası hakimiyyətinin qurduğu sistemin məramıdır. Və onlar Azərbaycanda uşaq pulu istəyən insanları sadəcə təhqir edirlər, onları aşağılayırlar ki, insanlar daha uşaq pulu istəməsin. Bir növ bu yolla insanlara dırnaq arası onların hədlərini göstərməyə çalışırlar. Amma uşaq pulu bugün Azərbaycanda verilməlidir. Birinci növbədə ona görə verilməlidir ki, bu ailələrə motivasiya olmalıdır. Bu ölkədə vətəndaş sayının artırılmasına xidmət etməlidir. Bu həm də ölkədə bugünkü iqtisadi rifahı, bugünkü marketlərdə, bazarlardakı qiymətlə tənzimlənməlidir. Uşaqlar üçün alınan qidalar var, onların sağlamlıq durumu var, onların ən xırda nümunə kimi mən göstərim, pampersin pulları var. Bunlar hamısı çox baha qiymətədir və bugün orta aylıq əmək haqqı və yaxud da 2000 əmək haqqısı 400 manat olan bir ölkədə insanlar təbii ki, ikinci, üçüncü uşağı belə dünyaya gətirəndə çoxlu düşünəcəklər. Maksimum artıq ailələr biz görürük ki, bir uşaqla kifayətlənirlər. Və bu da çox böyük bir problem olacaq. Bu gedişlə Azərbaycanda növbəti 100 ildə, yəni 2100-cü ilə biz Azərbaycanlılar olaraq artıq 8 milyona qədər geriləyə bilərik. Və bu silsilə formasında davam etsə, siz təsəvvür edin ki, növbəti 100 ilə bizim sayımız nə qədər azala bilər. Və bu təbii ki, artıq Azərbaycan dövlətinin də gələcəyini risk altına alır. Biz əgər ölkəmizin əbədiliyini, müstəqilliyimizin əbədi olmasını istəyiriksə, birinci növbədə biz öz sayımızı artırmalıyıq. İnsan sayı çox önəmlidir bu məsələdə. İqtisadiyyatda da əsas insan amilidir. Vətəndaşı olmayan ölkə kimə lazımdır ki? Vətəndaşı olmayan ölkənin iqtisadiyyatı necə inkişaf edə bilər ki? Başa düşürük, bugün Azərbaycan iqtidarında bir qrup şəxs var. Ölkədə onsuz da eləsinə beləsinə tapıb çalıyıblar. Ölkənin bütün yerüstü və yeraltı sərvətlərinə sahib çıxıblar. Ölkədə bütövlüklə demək olar ki, monopoliya sistemidir. Amma həmin insanlar özləri də başa düşməlidirlər. Əgər bu Azərbaycanlıların sayı ildən ilə azalacaqsa, Azərbaycanlılar bu sürətlə ölkədən köçüb gedəcəklərsə, sonra onların yığdıqlarını, onların növbəti nəsilləri hara xərcləyəcək, necə xərcləyəcək? Heç ölkə özü bəlkə də qalmadı o vaxta kimi. Ona görə də Azərbaycan iqtidarı artıq bu müəyyən fərdlərin üzərindən, xüsusilə də nisbətən tanınmış, populyar olan şəxslərin üzərindən Azərbaycanlıları ələ salmağı, Azərbaycanlıları aşağılamağı artıq bitirməlidir. Doğrudur, hər dəfə mən bunu deyirəm. Və mən və mənim kimi bir çox insanlar ki, bu xalqı aşağılamayın, bu xalqı təhqir etməyin, bu xalqı ələ salmayın, xalqa hesabatlı olub, bu ölkənin gələcəyini düşünün. Təbii ki, nəticə çıxaran yoxdur. Azərbaycan iqtidarı hələ ki, bu yöndə nəticə çıxarmaq niyyətində görünmür. Söhbət təkcə uşaq pulunun verilməsində deyil, söhbət təkcə pensiya yaşının aşağı salınmasında deyil, söhbət təkcə qazilərə, veteranlara verilən 80 manatın artırılmasında deyil ki. Ümumiyyətlə, söhbət burada Azərbaycan iqtidarının, Azərbaycan hakim elitasının biz Azərbaycanlılara yanaşmasından gedir. Biz Azərbaycanlıları necə görməsindən gedir. Və təbii ki, bu hüququ da, dırnaq arası bu hüququ da təbii ki, biz onlara vermişik. Biz Azərbaycanlılar onlara bu şəraiti yaratmışıq. O yolla ki, biz seçkiyə getmirik, o yolla ki, biz ölkədə siyasi proseslərə qatılmırıq. Biz ölkədə sadəcə seyirçiyik. Biz deyəndə mən təbii ki, bir çox Azərbaycanlıları nəzərdə tuturam. Mən özüm siyasi fəaliyyətim var. Və Azərbaycanlıların mütləq əksəriyyəti, mütləq çoxluğu seçkiyə gəlmirsə, siyasi partiyalara dəstək vermirsə, Azərbaycanda görün nə qədər jurnalist həbsdədir, Azərbaycanda görün nə qədər bu hökuməti tənqid edən insanlar həbsdədir. Əgər bu xalq bütün bunlara laqeyddirsə, təbii ki, hökumət də özündə o cəsarəti görəcək ki,
Müəyyən adamların əli ilə və yaxud da ki, onların dili ilə azərbaycanlıları kütləvi formada aşağılasın, azərbaycanlıları kütləvi formada ələ salsın. Mən burada xalqı da qınamaq kəsimdən demirəm bunu. Mən sadəcə ümumi vəziyyəti bir qədər göstərməyə çalışıram. Vəziyyət həqiqətən də budur, vəziyyət budur ki, azərbaycanlıların sayı azalır ildən ilə. Vəziyyət budur ki, azərbaycanlıların rifahı çox aşağı səviyyədədir. Bu ölkədə artıq gələcəyə inanan, gələcəyə ümidli baxan insanların sayı demək olar ki, yox dərəcəsindədir. Və bütün bu krizlərin olan bir dönəmində də Azərbaycan hökuməti də kimlərinsə dili ilə azərbaycanlıları aşağılayır. Uşaq pulu istəyir, dövlətdən uşaq pulu tələb edən azərbaycanlıları aşağılayır. Bütün bu şəraiti təbii ki, biz yaratmışıq bu iqtidarı.